Salam əzizləyicilər. Abşeron rayon Masazır qəsəbəsində 40 sotun içində sənət də qupsadır, torpağın qupsası var, bütün kommunalları var. Yeni fermamız satışa çıxarıldı. Qiymət 180 min manatdan satışa çıxarılıb. Sənət də torpağın qupsasıdır, qazı, suyu, işığı, bütün kommunalları var. 40 sot torpaq sahəsidir. Gördüyünüz orada tikili var. O tikilidən bu yola qədər və yan setkaya qədər torpaq sahəsidir. Oranın çəkilişini də göstərəcəm. Bura deməli yay bir 100 baş iri və xırda buynuzlu heyvanlar üçün nəzərdə tutulub. Letin və zimni, yay və qış deməli heyvan saxlama, yemləmə yeridir. Bu hissəsi burada deməli burada tok dəyirmanıdır. Samanların üyüdülməsi, deməli buğda arpanın üyüdülməsi heyvanlar üçün qidaların hazırlanma yeridir, əzizləyicilər, bu hissə. Burada qış heyvan saxlama yeridir. 40 sotun içindədir. Gördüyünüz kimi qapı bağlıdır, yəni tam göstərə bilmədim. Elektrik dəyirmanıdır, heyvanların yemlərinin hazırlanma yeridir. Bu hasara qədər ərazindir. Burada deməli zimni, yəni qış bir 100 heyvana qədər iri və xırda buynuzlu heyvanların saxlama yeridir. Gördüyünüz kimi heyvanların yemləmə yeridir. Betondan düzəlib, kubik betondan düzəlib, havalandırılması var. İzolyasiyası gördüyünüz kimi, baxın, izolyasiyasına qədər var. Əzizləyicilər, hazırda sklad kimi istifadədədir. 180 minə satışa çıxarılıb. 2 mərtəbəli təmirsiz ev də var daxildə, onu da göstərəcəm, əzizləyicilər. Abşeron rayon Masazır qəsəbəsində Zəngilan şəhərciyinə yaxındır. 525 saylı marşrutun, yol da buradır, gördüyünüz kimi yol hissə burada, əzizləyicilər. Yol buradan gəlir. 525 saylı marşruta yaxın ərazidir, son dayanacağına yaxın ərazidir, şəhərə gedir marşrut. Əzizləyicilər, torpağın deməli fermanın torpaq sahəsinin yan hissəsindən də yol var. Burada deməli yay heyvan saxlama yeridir. Oranı da göstərəcəm. Bax, bu gördüyünüz burada mişar daşların yəni düzülüb. Bu sahə, yəni bu 40 sota aiddir. Gözü 2 mərtəbəli daxildə təmirsiz evdə var. Əzizləyicilər, əlverişli yerdir.